kimdən almışsınız? Sən nədə var? Bu almışsınız. Sən nədir? Aylin. Sən nədir? Murat. Bizim bu mövzunu araşdırmağa səbəb edən əsas amil gündəlik həyatımızda qarşılaşdırdığımız xaç problemidir və xüsusilə bizim məktəb şəhərin mərkəzində yerləşdiyi üçün bu xacla tez-tez rastlaşır. Xacdakı nəqliyyatın lənk hərəkəti davamlı olaraq gecikmələr bizim diqqətimizi cəlb edir. Düşündük ki, bu xaç təkcə yol nəqliyyatında yolun daralması ilə bağlıdır, yoxsa sürücülərin məsafəni düzgün saxlamaması ilə. Belə müşahidə etdik ki, maşınlar arasında bir-birinin gözləməməsi, onların bir-birinin zolağına daxil olması səbəbindən tıxaclar baş verir və tıxacı yol şəbəkəsinin istifadə tələbinin artması nəticəsində avtomobillər həddən çox sürətin yavaşlaması ilə geriyə doğru yığıntılar yaranır.